inside a corpse shell. Gündüz aydın olsa Azərbaycan xalqı buna göz yuman valideynin gözü çıxsın. Əgər bu videoma, bu müraciətimə dəstək olmursa, o birbaşa öz evladının düşmanıdır. Bugünkü gün buna göz yumursa, Gənclik Mall nədə uşaqların uçuruma getməyinə şərait yaradırsan? Bu nəyin təbliğatıdır? Bu nəyin təşkilatçılığıdır? Bu nədir ki, bu başa düşmürəm. Bu gimnastikadır. Nədir bu? Uşaqları vampirliyə, uşaqları qanibalizmə gətirib çıxardırsınız. Bugünkü gün uşaqların əlindən telefonu biz alırıq ki, uşaqlar hansısa bir dərsliklərdə birdən ortadan hansısa belə bir psixoloji, uşaqlara psixoloji təsir edən bir hansısa bir video çıxmasın qabağına. Bunlar da Gənclik Mallda bir təşkilatçılıq yaradılar və uşaqların tərbiyəsini, əxlaqını, nə bilim, psixologiyasını pozurlar. Mən buradan səslənirəm. Onsuz da Mədəniyyət Nazirliyindən bu xalqa bir haray yoxdur. Elə ilk düşmanı Mədəniyyət Nazirliyidir. Hansı ki, sosial şəbəkələrdə, mədəniyyətdə, efirlərdə, şou biznesdə hər bir yerdə xalqın əxlaqını pozmaqla məşğuldur. İkinci növbədə də Təhsil Nazirliyindən də haray yoxdur. Çünki uşaqların tərbiyəsi ilə məşğul olmur. Tərbiyəsiz uşaqlar böyüyür cəmiyyətdə. Hansı ki, məktəb tələbələri. Bugünkü gün hicaba qarşı çıxırıq ki, hicab uşaq nədir, hicab nədir? Amma bugünkü gün uşaqlar, körpə uşaqlar, qız uşaqları vampir vidində, vampir adam yeyən vidində çıxıb orada efir, konsert verirlər, şou yaradırlar və bunu da gözəl bir inkişaf kimi də çıxıb təbliğ eləyirlər, cəmaata aşılayırlar, uşaqların tərbiyəsini pozurlar, psixologiyasını pozurlar. Onsuz 5 ailədən birinin uşağı travma ilə yaşayır. Ya boşanma travmasından, ailə travmalarından, ya hansısa cəmiyyətdə olan pozuntularla, ya nəyləsə, ya bu sosial şəbəkələrdə, ya internetdə hardasa, axırı bu cəmiyyət pozulur və bu balalar pozulur. Buradan mənim güvən yerim olan, həmişə də səsimə səs verəm daxili işlər orqanlarına, başda da cənab nazirimiz Vilayət müəllim Eyvazova səslənirəm. Dönə-dönə xahiş edirəm. Bu cür tədbirlərin qarşısı alınsın və bu insanlar haqqında təcili tədbir görülsün. Bu cəmiyyəti bu cürə formalaşdırmaq bizim dövlətimizə, xalqımıza xas olan bir məsələlər deyil. Xahiş edirəm sizdən dönə-dönə bunun qarşısı alınsın və xalqım, gözəl xalqım, əziz valideynlər, sizə səslənirəm. Bu müraciətimə xahiş edirəm, dəstək olun. Bu balaları uçuruma aparmaq lazım deyil. Bugünkü gün vampir vidində balalar çıxıb üzə. O uşaqlardır, onlar uşaqdır, onlar qanmırlar, başa düşmürlər. Onlar onu bir şou kimi bilmirlər, onu nədir, qanibalizm nədir, vampirlik nədir. Amma digər uşaqların psixologiyası görünüş birbaşa uşaqların psixologiyasını pozur. Dönə-dönə xahiş edirəm, daxili işlər orqanları. Sizdən çox xahiş edirəm, müstəqil ölkənin vətəndaşı kimi, xalqını, dövlətini sevən bir vətəndaş kimi sizdən xahiş edirəm. Bu haqda təcili tədbir görülsün. Bu cür təbliğatlar birbaşa balalarımızı uçuruma aparır. Uşaq Müdafiəsi Fondu. Bunun haqqında siz də təcili tədbir görməlisiniz. Uşaqlarımızı uçuruma aparmaq bu cür olmaz, bu cür olmaz. Küçələrdə uşaqların, azyaşlı uşaqların siqaret çəkməyi, 100 hoqqa verməklərinə hardasa biz cəmiyyət kimi əsəb çəkirik, ancaq tədbir görə bilmirik. Bu kütləvi şəkildə olan məsələlərdir. Ancaq bu cür təbliğatlar birbaşa bir fərdi şəxsin, hansısa xalqımızı, dövlətimizi sevməyən bir insanın, xalqımızın düşmanlarının təbliğatıdır ki, bugünkü gün azyaşlı uşaqları, qız uşaqları, bunlar gələcəyin analarıdır, bunlar gələcəyin həkimləridir, bunlar gələcəyin müəllimləridir. Bugünkü gün bu cür formalaşacağıq biz. Bugünkü gün böyük Azərbaycan iddiası ilə yaşayacağıq biz. Bugünkü gün bu cəmiyyətlə, bu gənclərlə, bu cavanlarla, bu balalarla biz Azərbaycanı qoruyacağıq. Xahiş edirəm. Bir daha xahiş edirəm, daxili işlər orqanları, dönə-dönə xahiş edirəm, yalvarıram sizə. Həmişə də səsimə səs vermisiniz. Mən sizə dərin minnətdarlığımı bildirəm və ilk öncədən də bu haqda tədbir görəcəyinizə tam əmin olaraq dərin minnətdarlığımı bildirirəm. Çox xahiş edirəm, bu haqda təcili surətdə tədbir görülsün. Balalarımız yazıqdır. Biz bütöv Azərbaycanı dəmir yumruq altında qorumalıyıq. Balalarımızı bu vəziyyətə gətirib uçuruma aparmamalıyıq. Bir daha Azərbaycan xalqından, xüsusən də valideynlərdən xahiş edirəm, bu müraciətimə dəstək olaq. Xalqımızı, dövlətimizi qoruyaq. Var olun Azərbaycan xalqı, Allah dövlətimizi, xalqımızı qorusun.